Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Son 16 mərhələsində gərgin və dramatik qarşılaşmaların ardından turnirdə mübarizəni davam etdirəcək 8 komanda adını növbəti mərhələyə yazdırıb. Artıq bütün diqqətlər 1/4 final qarşılaşmalarına yönəlib. Fransa sensasiya müəllifi Mərakeşlə üz-üzə gələcək. İspaniya son illərin ən stabil kollektivlərindən biri olan Belçika ilə gücünü sınayacaq. İngiltərə turnirin sürpriz komandalarından Norveç ilə qarşılaşacaq. Digər maraqlı dueldə isə iki fərqli futbol məktəbinin təmsilçiləri Argentina və İsveçrə yarımfinal uğrunda mübarizə aparacaqlar. Bu mərhələdə məğlubiyyətə yer yoxdur. Qalib gələn komandalar dünya çempionatının yarımfinalına yüksələcək. Uduzanlar isə mundialla vidalaşacaqlar. Futbol sevərləri yüksək temp, taktiki mübarizə və dünya səviyyəli uduzların çıxışı ilə yadda qalacaq 4 möhtəşəm qarşılaşma gözləyir.